Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurətə çevrildi. Nəticədə 2023-cü il sentyabrın 19 və 20-sində Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı yüksəldi. Ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu tarixi zəfəri bizə yaşadan, suverenliyimizi bərpa edən igid oğullarımızdan biri də 2004-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində doğulmuş, 19 yaşında şəhid olan qardaşzadə Elsəvər Rakifoğludur. Şəhid anası Sərvər xanım ürəyində övlad acısı daşısa da, vətənə elə obaya layiqli övlad böyütdüyü üçün başını dik tutur. Elsəvərin qorxmazlığı, igidliyi onun qürur yerinə çevrilib. O öz yolunu elə bir əvvəldən seçmişdir. Öz axırını görən uşaq idi. Çox hərbiyə həvəsi olub. Onun mənə olan sevgisini gücüm çatmır ifadə etməyə. Mən öz süfrəmdə böyütdüyüm uşağı heç vaxt belə bir böyük bir qəhrəman olduğum ağlıma gətirməzdim. El yolunda, vətən yolunda balam şəhadətə ucalıb. Allah bütün şəhidlərimizin məqamını uca etsin. Elsəvərin atası Rakif kişi də oğlu ilə son danışıqlarında onun cəbhənin hansı istiqamətində olduğundan xəbəri olmayıb. Yalnız 2 gün sonra vətən sağ olsun, oğlunuz şəhid olub xəbərini alıb. Hərbi xidmətdə olan vaxtı da gəlməyə fikri yox idi. Bu kolleci yoldaşı vardı, o da hərbi hissədə idi. Onunla orada əlaqə saxlamışdılar ki, evə gedəndən sonra, hərbi hissəni qutarandan sonra gedər, 15 günə ikimiz də qayıdarım. Söz vermişdilər bir-birinə. Yenə də hərbidə qalarım. Mesela bu məlumatı bizə də verdi. İnşallah gəl, baxar necə olar, olmaz. 18-i xəbəri zəng gördü həmin gecə, xeyli danışdım. Son kəlməsi kimin payına da düşsə, Allah da onu ayırıb. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərərək öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Silahlı Qüvvələrin hərbi qulluqçusu Elsəvər qardaşzadə ölkə başçısının sərəncamına əsasən vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Əyyub Türkay, Elviz Nəsirli, Lənkəran.